Gəncə şəhər məhkəməsi Fazil 20 MMC-nin direktoru Vaqif Abbasov barəsində əmək qanunvericiliyinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə hökm çıxarıb. Məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, Vaqif rəhbərlik etdiyi Fazil 20 MMC-də sərnişindaşıma fəaliyyətinə cəlb olunan sürücülərlə qanunvericiliyin tələb etdiyi əmək müqavilələrini bağlamayıb. Bunun əvəzinə həmin şəxslərlə avtobusla sərnişin daşımasının yerinə yetirilməsi üçün mülki hüquqi müqavilələr bağlanıb. İttihama görə 2020-2025-ci illər ərzində Gəncə Göygöl, Gəncə Şəmkir, Gəncə Qızılca və Gəncə Goranboy marşrutlarında çalışan 11 sürücü əmək münasibətləri rəsmiləşdirilmədən işə cəlb olunub. Nəticədə ümumilikdə 7020 manat məbləğində ödəniş büdcəyə köçürülmədiyi müəyyən edilib. Vaqif Abbasov məhkəmədə özünü təqsirli bilməyib. Məhkəmə toplanmış sübutları qiymətləndirərək onu Cinayət Məcəlləsinin 2 maddəsi ilə təqsirli bilib. Hökmə əsasən Abbasova qəti olaraq aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzası verilib.